Fitrə zəkatı Ramazan ayının son gecəsi çıxarılır. Arpa, buğda, kişmiş, xurma, yəni bunların 3 kiloqram dəyərində, məbləğ dəyərində çıxarılır. Bu bazar qiyməti ilə tənzimlənir. Yəni bazarın qiymətinə baxa bilərsiniz. 1 kiloqram un və yaxud da 1 kiloqram kişmiş, 1 kiloqram buğda, arpa neçədir? Yəni onun qiymətini nəzərə alıb 3 kiloqram qədərində məbləği fitrə olaraq çıxara bilərsiniz. Fitrə zəkatı yaxşı olar ki, həmin gecə verilsin, çıxarılan gecə verilsin fitrə pulu. Əgər o gecə alınmırsa, səhər bayram namazına qədər və yaxud da zöhr namazına qədər verilməsi müstəhəbdir, gözəldir. Çünki o yoxsullara verilir. Yəni adətən yoxsullara verilir ki, onlar fitrə zəkatı ilə özlərinə bayram etsinlər, yəni Ramazan bayramını eləsinlər. Fitrə zəkatını adam sayına görə çıxarılır. Məsələn, ailədə əgər 5 nəfərdirsə, onların hər birinin sayına, adam sayına çıxarılır. Məsələn, 10 manatdan çıxarılsa 5 nəfərə 50 manat məbləğində. Məsəl üçün, indi yenə deyirəm, o belə bir şeydir ki, bazar dəyəri ilə ölçülür. Yəni, bazar qiyməti ilə ölçülür. Özünüz də bazar qiymətlərinə baxıb təyin eləyə bilərsiniz.